Bunu yadda saxlayın əziz qardaşlarım ki, həyatı sevməyən adamlar Allaha heç vaxt yaxşı bəndəlik eləyə bilməzlər. Zarıya yaşayan ləzzətlə ibadət eləyə bilməz. Mən baxıram hərdən gənclər var, dindar, namaz qılandır. Mən əvvəla bunu deyim ki, ümumiyyətlə insanların sosial şəbəkələrdə çox gün keçirməsi səhv şeydir. Bu lazımdır ünsiyyət üçün, məlumat üçün, amma da səhərdən axşama qədər orada oturmaq ömrü hədər eləməkdir. Hərdən bir baxırsan, görürsən, məsələn, gənclər nə yazır, görürsən ki, cavandır, məscid əhlidir, zarıya nəsə, belə deyək, həyata münasibətdən danışır ki, mənimki belə gətirdim, mən belə, bilmirəm, hara qaçım gedim, belə, elə görürsən ki, bu dindar, mömin məntiqi deyil. Mömin həyata belə yanaşmaz. Hər tək-təkimizin həyatı Allahın bizə hədiyyəsidir. Allah nizamlayır. Həyat Allahın sifətlərindəndir. Allah həydir, həy. Allah həydir, diridir. Həyat o qədər gözəl bir dəyərdir ki, həyat Allahın adıdır. Allahın xüsusiyyətidir, Allahın sifətidir. Allah məni yaradıbsa mənası nədir? Yəni mənə də öz sifətindən verib. Məni də həy eləyib, diri eləyib. Mən də varam. O var, varlıq ona aiddir. Məni də var edib. Bu varda mən onunla şərik oluram.